Herkese bir videodan daha salam uşaqlar, necəsiz? Bugün gördüyünüz kimi etkinlik yerinə gələn bossu öldürəcəyik. Baxay necə bir şeydir bu. Buradan gərək kartı olan birisini seçək. Shelly'ni seçmək istəyirəm. Shelly'ni seçim. Bunu mən əslində bunu 3 gün əvvəl çəkəcəkdim. 2 gün əvvəl, 3 gün əvvəl çəkəcəkdim bu videonu. Bu videonu buna görə seçdim ki, sabah bu etkinliyə gedəcək. Bu boss gələcək, ona görə istədim ki, çəkim bu boş yerə getməsin də. Və başlayaq. Əslində bu videonu 2 gün əvvəl çəkəcəkdim, amma işim olduğu üçün çəkə bilmirdim. Bu gün də bu bossun getməyinə bir gün qalmışdı deyə, yəni sabah gedəcək. Ona görə dedim çəkim bu videonu. 2 dənədir ki bundan. Bu nədir? Bunu tez vuraq. Luminadır. Minanın atışından atır, ultisindən. Atır adamı göyə. Bu nədir bu? İkisini də öldürməliyik görərsən, yoxsa bir dənə bu da əsas. İkisini də öldürməliyik və bitdi. Birincini tamamladık. Bir de uşaqlar buradan bundan 3 gün əvvəl bu videonu çəkəcəkdim. Amma dediyim kimi bayaq da işim olduğu üçün çəkə bilmədim. Gördüyünüz kimi tüm zamanlarda Hayra var da. Hayranın hesabı çalınmışdı bundan 3 gün əvvəl. Dün bura videosunu qoyaram, hesabı çalınmışdı. Bu sol üstə qoyaram videonu. Videosunu çəkəcəkdim. Hayranın hesabı çalınıb kimi bir dənə video çəkəcəkdim, amma işim olduğu üçün çəkə bilmədim. İndi isə gördüyünüz kimi Hayra hesabını geri alıb, bura yenə qoyaram o videonu. Geri alıb hesabın. Ona görə daha çəkmək lazımsız, mənasız olacaqdı deyə çəkmədim. Hesabı çalınıb, sonra alıblar da təzədən hesabı. Nəysə, ikinci aşamadayıq. Bir də uşaqlar, Hayranın hesabının çalınmaya 3 dənə səbəbi ola bilər. Ya prim kasma üçün eləyib, elə belə yalandan eləyib. Ya dostları yalandan çalıb, zarafatçasına çalıblar. Ya da doğrudan çalınıb hesabı, indi də geri alıb. Amma onun videosunu çəkmək istirdim, işim olduğu üçün çəkə bilmədim o videonu. Bu nədir? Əslində bugün çəkmək istirdim, Hayranın hesabı çalınıb deyə bir video. Amma gördüm hesabını geri alıb Hayra. Ona görə çəkmədim. Və utduy dostlar. Buradan waffle'larımız gəldi. Waffle'lardan da heç nə çıxmır, ona görə heç bir paketi açmıram. Yığıram, bəlkə dəyişdilər, kostüm çıxarma oranını artırdılar, mən o vaxtı açaram. Nəysə, 3-cü aşamadayıq. Baxay, hansındayıq? Çılğındayıq. Buradan bunu seçəylə. Başlayan kimi öldüyə biri. Öldüm. 2700 hasar verir bir dənə adamın üstünə gələndə. Ölmə. Nəysə. Uşaqlar ən başdan başladık. Mən 4-cü aşamaya gəldim, təzədən qayıdacam. Deməli uşaqlar 4-cü aşamaya kimi gəldim. İndi 5-ci aşamadayam. 5-ci aşamayı da qurtaraq. Bu elə qalsın burada. Hamıya görürəm YouTube'da Goat modu gəlir. Mənə Goat modu gəlmir. Öldüm. Kaç.
O biri də gəldi. Ölmə, ölmə. Getdi. Öldük. Getdi. Uşaqlar qutara bilmədi indi. 5-ci aşamada düzdür, heç nə olmaz. Amma biz qutardıq kimi sayaq, çünki 5-ci aşamaya kimi gəlmişdik. Nəysə, mən onsuz bunu oynayaram. 5-ci aşamaya kimi gələrəm, bitirərəm bunu. Uşaqlar, bir də düz videonu bitirəcəydim, baxın nə gördüm. Bura, indi mən bitirdim, videonu bitirəcəydim, düz bir də gördüm, bura Cicinin bilet yeri gəlib. 14 dənə qutu açanda ücretsiz bir Cicini verir. İndi gəlib deyəsən belə. Çünki bayaqdan mən oyundayım, indi gördüm bunu gəldi. Bunu eləyərəm mən. Sol aşağıda Spike'ın corabı var yenə. Nəysə uşaqlar, mən bunu sonra eləyərəm 30 dənə bileti. Abunə olub like atmayı unutmayın. Sağ olun, sonraki videoda görüşənədək.